Deyirəm, kosmosa baxanda, baxırsan deyirsən nə qədər əl çatmaz və soyuq bir yerdir. Amma təsəvvür et, o milyonlarla dünyalar arasında bizim adlarımızı daşıyan məkanlar da var o kosmosda. Adlarımızı daşıyan, tariximizi daşıyan, işığımızı, yadımızı. Məsələn, başlayaq Aydan. Ay. Heç bilirdin ki, Ayda Nəsrəddin Tusi adına bir krater var. Özü 52 kilometrelik bir krater. Veya Mars. Mars müharibə planetidir. Amma o müharibə planetin üstündə də bizim sülh dolu adlarımız var. O adlardan da nələrdir, kimlərdir daha doğrusu? İbrahimov krateri, Kuba krateri. Biri 89, digəri isə neçə idi? 25 kilometr. Təsəvvür elə, Kuba şəhəri Marsın səthində. Və bu gerçək də. İndi isə maraqlısı Merkuri. Merkuri isə Günəşə ən yaxın və yanan, həm də ən qədim planetlərdən biridir. Orada Nizami Gəncəvinin adına bir krater var. Özdə o kraterdə 70 kilometrdir. Ulduzlardan, ədəbiyyatdan, təbiətdən, nə bilim, talihdən yazan bir Azərbaycanlının bir geniyin adı kosmosda. Özdə harda, Merkuridə. Nə gözəl. Və ən çox olan da təbii ki asteroidlərdir. Asteroidlərdə Marsla Yupiterin arasındakı o boşluqda uçan daşlardır. Yəni elə belə daşlar yox. O daşların adlarını da siz oxuyun da. Yəni Azərbaycanla bağlı olan tərəflərini. Deməli, asteroidin adları Azərbaycan, sonra Şao. Şao yəni Şamaxı Astrofizika rəsədxanası. Sonra Tusi, Nizami asteroidi, Maqamayev asteroidi, Cavid, Sorin və ya hətta Eyüp Quliyev Azərbaycanlı bir alim şərəfinə də asteroid var. Bu hekayələrin də ən maraqlı tərəfi bilirsiniz nədir? Azərbaycanın adları, dahiləri, şəhərləri artıq tək bizdə deyil, kainatın xəritəsinə yazılıb. Bir dənə də bir şey deyim. Yəni bunların hamısını dinləyib başa düşsən ki, biz kosmosun bir parçasıyıq. Kosmos da özü də bizim parçamızdır.